yazığım geldi, ürəyim pis oldu. Hər də yoldaşım dedi, bizim nəyimiz var ki, hamı kasıbdır, hamı bir fəhlə babadır. İşdən çıxmış adamlara qədər nə maaşını almayayım, nə mən maaşımı almamışam. Dedim ki, gəl mənim canlıma izləyicilər var, gəl sən köməklik eləsin. Çıxıbdır Sonanın canlısına, Elçin məni araya qoyur. Qələt eləyir. Sən heç kəsə bax. Nə deyim? Sən heç kəsə baxma. İş sonra qızının qabağına ağa bilmir. Sonra kimdir ki? Sonanın qızı 4 dənə kişiyə gedib. Hələ bildiyimiz dörtdür. Hələ bildiyimiz dörtdür. Bəli. Güzel. Ay güzel. Bəli. Güzel şey Elçin çağırmış eləyir. Deyir bir dənə bırakaq vacib işim var səninlə. Kimdəndir? Məndə 2 telefonda axı. Bu telefonda sənin yayındayım, o bir telefonda onun yayını izləyirəm. Gör Vəsilə nəsə quşlamayacaq. Mən deyəyim deyil. Hə, qoşul ona bir dənə qalx gör nə deyir, nəsə sözü var. Ay yalvarım. O görür ki, onun ən xoş günləri getdi day. Getdi. Gözəl hesabına pul yığırdı, gözəl hesabına tanınırdı. İndi kimdir onu adam yerine qoyar? Çat bilemem. Buyurun eşidirəm Vəsilə xanım. Vəsilə xanım. Sənə kim məlumat verirsə, yalan söhbətdir. Mənim də həyatımda ikinci ailə qurmuşam. Hamı, birinci növbədə hamının başı daşdan daşa deyir. Bu biri. Mənim də həyatımda qızım var, oğlum var. Heç kəs ortalanmayıb bu devirdə. Mən cümləmizə Allah ölənlərə rəhmət, qalanlara can sağlığı. Mənim də həyatımda pis gün olubdur. Mən sənə dilim ağzım quruyar ki, mən sənə əxlassız deyər. Onu mən gözümlə görmədiyim şeyi mən sənə deyəm. Bu biri, mənim adımdan kimsə istifadə edirsə, Allah balası bu əziz gündə qabağına düşənsin. Amin, amin. İnşallah. Biraz sən canlıca deyilmirsən ki, mən 5 şahını atmamışam ki, gözəl, axı mən sənə üzə gəlməmişəm. 5 uşağı zarı ilə atıbdır. Mən zarı ilə demişəm ki, mənim qardaşımın evini dağıdır. Mən sənin adı çəkməmişəm. Ömür boyda. İndi qulaq. Gözəl, qulaq as, bir qulaq. Mənim də bir qohumum gəldi, dedi ki, Vəsilə, and olsun Allaha aramırlar. Gözəl səndən danışmıyor. Danışmamışam. Törəyə and olsun. 2 balamın canı haqqı, 2 balam var bu həyatda. Birinci Allah'ım, ikinci balalarım. Atam da, anam da balalarımdır. Bacımdır, kardeşimdir, balalarımdır. Balalarıma canımı fəda verərəm. Kimdən də ötəri balalarımı ölümə verərəm də. Amma mən səndən səndən niyə küstüm? Səndən niyə incidim? Sən çıxdın şeyin danısına, çıxdın məndən danışdın. Dedim ay Allah, bu vəsiliyə mən neyləmişəm ki? Gəl belə deyim, bax gözəl, gəl belə deyim. Görsən ki, incimisən mən də incidim də, o sözü işləndə ki, gözəl niyə məni müzakirə edeyim, mən də incidim. Mən səni müzakirə eləməmişəm. Amma indi görsən ki, biz başa düşürük. Mən səni vəsilə, mən pox yerəm səni müzakirə edeyim. Sən məni tanımırsan, mən səni tanımıram. Özə ki, mən səninlə bərabər çörək kəsməmişəm, bir şey eləməmişəm. Bəli. Mənəm Diana, sən oğlun ay gözəl, mən niyə bulublar abla? Mən sən heç yazmamışam orada. Sən arada qoşulub belə danışıram. Ay bana mən bilmirəm, nə bilim mən salıb ev yoxdur, ha baxsa çıxarsan. Ha baxsa çıxarsan, bir eybi yoxdur. Ürək qəlb qırılmasın, Blokda, mənə bax, blokdan zərər yoxdur. Kimsə kimisə ürəkdə qəlbdə qırılmasın. Əlbəttə ki, o işlər, qız, mən boş-boşuna bloklayıb, sənin oğlum. Az eybi yoxdur, ürək qəlb qırılmasın. Ama Esmira'nın kızı bacım
Qulaq as, sən çıxdın Esmiranı dəstəklədin. Çünki Esmiranın, bax, gəlin əyri oturağın, hamımız düz danışalım. Hamımız. Esmira əqqabsını çıxartdı. Saqqalı oğlan adı nədir? Ay Allah. Dedi ki, nişanlısına deyildi ki, məni deyib görəsiniz ki... Təbriz. Barışdıraq. Gözəl, mən səndən böyüyəm. Gəlin bu söhbətləri bağlayaq. Yox, bir dəqiqə deyəm, bağlamıram. Söz də söyləmirəm ki, Təbrizin çıxartdı əqqabsını Təbrizin başına vurdu. Orada var bizim yanımızda Esmira təpiklə əqqablarını qırğın saldı ki, mənim qızıllarımı tez ol çıxart. Yalandan canlıda açıb deyir ki, bir dənə qızılımı çıxardıbdı. Amma bir topa qızılı Zahar müəllim ki, topa qızıllarını çıxartdı. Bu biri. 5-ci günü idi. Həftənin 5-ci günü. Özün orada lezvali, özə reklam arası. Tıqırıb, dağıdıb, tökübdü ki, mənə pul verin, mən gedirəm zakata alıya. Zakata aladan pulu al, elçi məmdindən pulu alıb, gedib zakata aladan nəvəsini geyindirib, keçindirib, qızıllarını başdan alıb, qızını da qoyub orada. İndi buradan iki canlı açıqdır. Buradan canlılarda deyirəm. Mən Esmiranın qızı kimi zakata alıda ev almamışam. Bakıda ev alıb kiraya qoymamışam. Hətta ki, bəzilər kimi toyda oynayıb buralarıma mən pul yığmamışam. Birdən daha vəsilə kimi deyirəmsə. Dedilər ki, Gözəl deyilmə, sakitdir. Bəlkə gəldilər, dedilər ki, Gözəl səni deyir ki, toyda buralarına yığıb, Gözəl deyir Vəsilə müğənnilərin qucağında oturub, bəlkə gəldilər, heylə dedilər. Mən sözə attım, o adam da tutdu. Bəli, sən demədim mən. Sözə attım, o adam da qəşək tutdu. Toyda oynayıb, müğənni oxuya. Görürsən, ay söz aparıb gətirənlər, ayıb olsun sizə. Çünki mən də boşanmışam. Esmira, sənin qızın da boşanıbdır. Sənin qızın nə üstündəsə, sən öz qızları boşatdırdın. Özün boşatdırdın. Düşünlər ki, yalan deyil. Özün boşatdırdın, gətdir otuzdurdun yanında. Amma boşanandan sonra çarşaba attılar. Gəlin, vəbşə bu söhbətləri bağlansın. Barışaq ya küsülü qalaq, hər nəsə bir söhbət. Bacım, mən sənin adını çəkmirəm yeçarda. Amma sən Esmiranın cansına mənim adımı çəkirsən. Mən sənin adını çəkmirəm. Gözəl səndən 5 uşağını atan deyib, səndən danışır. Mən 5 uşağı atan, mən səni demirəm ki, Zari inanır. Mənim qardaşım getdi, işlədi. Bax 10 gün söhbət olar. 10 günün söhbət olar. Canımda da demişəm. Gedib qardaşım işlədi. Ay Allah, qaynanası gələr deyər ki, evimizdə ərzaq yoxdur. Gelib deyər ki, nə bilim mən, mənə pul vermir. Taraf badara, qabağın kəsər işlədiklər adam. Deyər ki, ay xala, mən sənin o kürəkənimə pul verirəm, hər gün 40 manat. Hara eləyir? Kimsə qıraqdan şəkilini çəkər, atar qaynanasına. Həmən adam da düz gedərlər şeyə. O 5 dənə uşağını atan adam, ay qardaş, sənin də öyübü dağlar, O öz doğma kişisinin qədrini bilmədi, uşaqların qədrini bilmədi. Niyə Zaur onun sənətlərini düzəltmir? Niyə onun uşaqları sənə kağız vermir? Niyə? Niyə vermir? Düz versin də uşaqları kağız. Bir dənə sənəti versin də, ala bilmir. Zaur sənətləri ala bilmir. Məhkəmə də quruldu, ala bilmir. Qurbağa çox sözümə qurulduyanda qurrrrrrrr. Allah hər kəsə səbir versin, ya Rəbbi, ya Rəsul. Esmira canını açıb, Zaur'u sürütdüydü, Zaur'u nələr deyirdi, ağzına gələni Zaur'dan danışırdı. Hətta deyir ki, bizi 30-30 verir. İndi də qaydı ki, Zaur çıxıb Zaur'un verişi döl başda 30 lira. Orada əl tutmağa nə var ki? Ələ tutub da, mənə də Füzuli mənim əlimdən tutub deyib ki, səni sevirəm. Esmira yuyulmamış kömçə kimi Salih nəsi qızın arasına girdi ki, niyə böyük sayan salsa sən qızı boşandırıb yanıma gətizdirməyiydin? Qurbağa çözməyə qurbağa da ağzı dolur. Sən böyük sayan salsa toylarda oxuyub belə nənə lifçiklərin arasına pulları yığırdın.
Yaxşı, ay gözəl. Elə belə gözəl heç nə bilmir, gözəl hər şey bilir. Amma mən qab yuduğum yerdə, onun qızı deyirdi ki, əskilərlə, dəsmallarla, əskilərlə yumuram. Sonra da canını açıb deyir ki, gözəli qəbələdə qeyb çıracam. Oturmuşam burada. Qanun var, qayda var. Heç kəs gəlib mənim evimdə məni cıra bilməz. Heç kəs. Verirəm 100 ki, bu adam məni evimə zorakıya gəlibdir. Bu biri Esmirə canını açıb deyirdi ki, gözəl qəhbədir. Gözəl nədir? Uşaqlarını əlindən aldıracam. Uşaqlar evinə gedib dedi, uşaqlarını əlindən aldıracam. İndi deyir ki, çünki onun kayıtları mənədir ki, mənə qəhbə deyibdi. Geçsin indi, mən verdim onu 102-yə. Bax, polisə mən vermişdim. İndi subut edəcəm də onun qəhbəliyimi. Subut edəcəm ki, mən... Nə olsun ay Esmirə, qızların qoy qabağıma, denən ki, əli ağ atda getmirdi. Orada deyirdi ki, gözəl məndən qabağa getdi. Mən o kişi tapa bilmədim mən. Reklamda məndən qırğın salır. Vəsilə, reklamda Esmirə məni var, Füzuli üstünə qışqırmasıydı var, reklamda. Allah, məni var, Esmirə məni diri yiyirdi. Axırı Füzuli dedi ki, ağız sən nə işin var bundan? Qaydı dedi ki, gözəl getdi, ərə mən qaldım. Allah köməyiniz olsun, xahiş edirəm. Bir dənə hansısa canlılardan mənlə danışmayın. Anam, bacım, mən səndən danışmıram. Mənim vəziyyətim ağırdı, gözəl. Boğazımda bir nərbəşdə şişir var. 8 xəstəxanada sapırmadı. Ay Vəsiləm. Mən sənin adını çəksəm ki, Vəsilə belədir, nömrəmi axtarıb tapıb deyərsən ki, gözəl, mənim nömrəmdə Elçində dili var. Deyərsən ki, Elçin, ver gözəlin nömrəsini ağzıma gələn deyib. Mən sənin adı canlımda çəkmirəm. Mən sənin adı da bir dənədə. Gözəl, bir səbir elə. Mən dünə girdim, gördüm deyirsən ki, mən bəslərin qiriyyətinə dildə olamaram. Gördüm, elə bir söz deyir. Yo, mən görmədim, şey deyə bilmərəm. Ox yerəm. Araburanlara da ayıb olsun ki, ay gözəl səni yıxdı sürdü, ay gözəl neynədi, nətər elədim. Mən də ona yarıq töküləm ki, axı gözəli tanımıram. Şəxsi həyatım bilmirəm, nəslim kökünü mənimki tanımır. Gözəl məndən nətər danışa bilər? Mən 4 ay Zaur verilişində oldum, Zaur məhtəl qaldı. Dedi, gələn zəhərlərin hamısı səni dəli, dolu, namuslu, qiriyyətli deyir, ay Vəsilə. Arzu atası ilə üzbəüz durdu ki, bu dərman attırıb deyir, mənim anam deyir, dərman attırıb deyir, mənim atamı yatdırır deyir. Arzu atasına, anasına nələr deyir deyir mənim yanımda. Reklamda var, bacı, reklamda var ha. Qırğın idi. Atabeyin iştirakçı, Atabeylər gəl bunu aralaya bilmirdi. Ay gözəl, hamısına TikTokda baxırıq da, nə? Hamısına baxırıq. Elə yox, reklamda. Ortada reklam gedir, verilişdə onu vermirlər, reklam. Aslında Quba, veriliş gedə olmur, reklamda. Oxum, maraqlıdır, indi bu canlı qorxaçır. Biz oturmuşuq orada, oturanda reklam soxurlar, ki reklam verilsin. Hədə reklam, göstərimdə reklam olana. Reklamda var, Arzuya nələr dedilər. Arzu anası Arzuya nələr dedi. Neçə kişi ilə dedi gəzər, Arzunun anası. Neçə kişi ilə altında yatanlar. Bu mən demədim ki bunu. Qayıtdı dedi ki... Yeri yoxdur, gözəl, yeri yoxdur, deməli. Sonra dedi ki, evimə kamera çəkmişəm də o qapısının ağzına. Sən gələ bilirsən, gəl. Mən demədim ki bu. Arzunun anası dedi, mənim anam Efirə milyon cəmaat içində Efirə Zəfər dedi ki, gözəl, qızım, get xoşbaxt ol. Mən sənə xeyir dua verirəm. Amma Arzunun anası Efirə Zəfərim nələr dedi. Mən elə sizlərdən deyiləm. Allah ürəyinə görə versin, gözəl. Bax, şəxsən bu günləri sən o pereşkini düşürəndə, orada yeyəndə, ərinlə ilə söhbət eləyəndə sənə yazığım gəldi. Allah həmişə... Mən heç kəsə pis olmamışam, bacı. Mənim bu ürəyim var, mundarlıq bilmir. Mənim bu... Sən zaksını atmış, kəbinin atmış. Allah xoşbəxt eləsin, belə də baxıram ki, o canlıda zatda dilli danışdığına baxma. Mehribansınız və dolanırsınız. Gedin dolanın, Allah xoşbəxt. Sağ olsun. Sən də bu canlılardan yığış.
Yığış ki, balalarım var. Mən, bacım, ana, qulaq as, yox, bunu səhv deyirsən. Mən nə qədər nəfəsim sağdır, canlıya girəcəm. Çünki mən yoldaşıma deyirəm, canlı olar, olmaz, deyir, gir. Çünki o icazə verir ki, mən girəm. Mənim izləyicilər. O gir deyirsə, heç kimin işinə qalmıyor. Şəxsən mənim də işimə. Mən nə bilim, Azərbaycan qadını... Mənim çörəyim, bacım, mən Zaur müəllimin verilişindən... Mənə bax, mənim o boyda işimdən çıxdım, büyüm işdən çıxdım, sabahlarım sosialım kəsildi. Sosial 4 dənə 100, bir dənə 50 mat alırdım sosialdan. Büyüm işdən çıxdım, sabahlarım sosialım kəsildi. Gözümün yaşı iskançıya töküldü ki, ay Allah, mən nə qayrım, bu uşaqları nəylə dolandırım. Sağ olsun mənim izləyicilərim. İzləyicilərim indiyə qədər məni dəstəkləyibdi. Mənim evimi izləyicilərim məni dolandırdı. Mən Allahla danışıram, əziz gündür, oruçlu qayda. Amma mən heç bir kəsin çörəyini itirə bilmərəm. Heç bacı qardaşlarımın. Mən günahdır, Allahla danışaram mən. Amma bugünkü günə qədər mənim yoldaşım icazə verirsə ki, gir, girəcəm. Desə ki, girmə, girmərəm. Məcburdur. Yoldaşım deyirsə, o da öz işini. Yoldaşım da girir daha. Yoldaşım özü bilir ki, mən ona dedim, get... Zaur müəllim mənimlə vardı. Dedilər ki, bir dənə bırnını düzəltdi. Esmira canını açıb deyir ki, bir dənə bırnını düzəltdi. Zaur mənə neynədir? Bırnımı düzəltdi, işdən çıxdım. Gözəl. Kaş mənim burnumu da nəfəs ala bilmirəm. Ay anam, ay bacım. İşdən çıx, mən ona deməmişəm ki, mənim bırnımı düzəlt. Mənə o dedi, bu biri. İkinci növbədə də ki, indi mən sosial düzəldə bilmirəm. Getdim sosial fonduna, mənə qayıtdılar ki, vörünün qabağı bağlıdır, 6 ay sən işləməlisən ki, sənin maaşından tutsunlar. Vörünümün qabağı bağlıdır. Mən ona demişdim ki, mən söz çıxım o işdən. Mən, anam, qurbağa çözməcə, mən Zaur müəllimə dedim ki, mənim uşaqlarımı bu məktəbdən çıxarsın, Bakı məktəbinə ora qoyulsun, nə olar ki? Sana göstərərəm, bu da olasan göstərirəm sana. Qayıtdı Zaur müəllim mənə nə desə yaxşıdır. Sənin uşaqlarını mən oxutmalıyam, qoymalıyam bu məktəbə. Dedim, bəs mən sənə reket yığmalıyam, hə? Bəs deyirsən ki, oxudun uşaqları. İndi bu məktəbdən mənim uşağım hamısı 0, ikisi də 0, oxuya bilmir. 4 ay mən ATV-də qaldım, 4 ay. Hava yerə, tüm hava yerə. Lazım idi vəsilə mənə, hə? Mənə nə vardılar, neynədilər mənə? Bir də Kaş ki, gözəl, heç efirə getməzdik. Əlbəttə, mənim var ya, mənə aynana, sən də olsan cırlayarsan da, səhv deyirəmsə, deyən səhv deyirsən. Arzunun işlərini, bax, bir dənə saç qoyulmasını, Arzunu, Zaur müəllim şok verir. Amma yeni il bayramında gəldilər, bizi çəkdilər. İşte yoldaşımı iş başına getdilər, iş yerində çəkdilər. Məni iş yerində çəkdilər. Onu niyə efirə vermirsən? Niyə? Amma Arzunu dəqiqə verirsən. Dəqiqə verirsən. Niyə verirsən? Mənə də yoldaşımı çəkdi. Füzuli nə qayıb sizə? Hər dəqiqə də deyirsən ki, Füzuliyə yaxşılıq edirəm ki, günə 10 manat Füzuli alırdı da. Füzuliyə nə qaybmısınız? Nə qayıb? O işə qoymadılar sizi. Məni Zaur qoymayıb ki işə. Mən Zaur qoydu. İşlər qaytarmadı, onda. O qaytarmayıbdı məni Zaur. Hay Allah. Məni Mart ayının biri demişdi. Ay qardaşlarım, ay bacılarım. Məni Mart ayının biri demişdi. Mart ayının biri. Ay Allah, önümdə ərzaq yoxdur, qəndim yoxdur, çayım yoxdur. Mən Mart ayının biri dedi. Sonra yeni il bayramında yanvarın biri dedi Zaur. Qayıtdı belə getdi mi? Allah bir qatan verir. Belə nə qədər əfad getdi. Mənim başım işlədi, mənim oğlum zirəkdir. Dedim, mama, gəl gedək icra başçısının qəbuluna. Nə olar, get mənə, sən mənə bizi də apar, sən özün də get. Füzuli, mən, 2 uşaqlar, düz getdi icra başçısının qəbuluna. Ay Arif müəllim, məni gördü, 2:50 görüşdü. İcra başçısı.
Mənlə görüşdü, dedi, bu gün işləsən sən. Geç sənətin hazırla. Zahir müəllim bilmirdi ki, mən işə girməyini. Mən qaynar xəttə zəng elədim, dedim ki, bu gün işə girmişəm. Ba, dedilər. Məhəttəl qadar ki, gözəl nə tər işə girdi. Hə. Onlar işə qoymadılar ki, mən öz gözümdən girdim. Sen oraya gidene orada sen öz işinden de oldun da en azından hiç olmasa Arada işimden de oldum. 450 manat maaşda alırdım. Kreditimi çekirdiler. 450 manattaki sosyal alırdım. Sosyalla alimenti evde girliyirdim. Ama maaşı da kreditime çekirdi. Her şeyden oldu mu? Her şeyden. Gözəl, bir dəqiqə o xanım danışsın görək. O qoşulan xanım danışsın görək. Xanım, xoş gəldiniz. o moddu o moddu. O moddu danışmır. Hə, moddu. Ama məni yandıran nədir? Orada Zahir müəllim var, hə? Zahir müəllimi Esmira alladır. Ondan sonra hamısı Salih'in parmağına gətirlər, üzü Zahir taxtı. Amma Füzuli'ye saat da olsa bağışlamadılar. Niye? Füzuli'nin anası Deymin Cavaher'in oğludur. Ay gözəl, bir saxta ev yarışını verilişinin haqqına və sənin adı qaldı şu an atanana. Boş ver. Deymin dediler Cavaher'in oğludur. Cavaher'in oğlu diye şeye kalkızdılar. Reket yıktılar. Ay, dəfələrlə mən onu efirdə eşitdim ki, Zahir müəllim öz deyir ki, Arzunun dalınca zəng eləmişəm, hədiyyələr göndərmişəm, padarkalar göndərmişəm. Amma mən 6 ay çöllərdə yatdım, kürəyimə yara düşdü, 6 ay çürüdü. Bir dəfə bir dənə zəng gəlmədi ki, səni efirə çıxartdı, adını şu an atanana qoydu. Sən saldıq çöllərə və sən hardasan, ac qaldın, susuz qaldın. Mənə bax. Qaldın, o söz deyil mənə. Zahir özü dedi daha. Zahir efirdə dedi. Zahir öz şəxsi mənə demədi uşaq atmışsan, amma o da trolllar, botoks dodaqlar, nə bilim, tullalar hamısı deyildi bəslə uşağın atandı. Mənə bax, ay bacım, mənə bax. Zahir dili ilə dedi ki, Arzu, burada iştirakçıları heç də eləməmişəm, amma nə eləmişəm ki, sən eləmişəm. Zahir dili ilə dedi elə. Zahir bir dənə mən burnuma əməliyyat elədim. Onlardan nəticə can verir, bilirəm. Onlardan ötəri can verir. Qəşək verirəm. Ama eş burnuma var ama burnuma var gönlü hamı deyir. Qəbərə cam adamı deyir ki, sən burnunu gönlü əməliyyat olmayıbdır. Əməliyyat deyil. Xətrinə dəyməsin, gözəl. Xətrinə dəyməsin. Gönlü əməliyyat olmayıb, qəşək səliqəli kəsilməyib. Elə başdan getdi, xətrinə dəyməsin. Burnun olub bir torba düşüb ağzının üstünə. Nə tə burun kəsin? Ay bacım, bak görsən Esmira kimsələri deyir ki, o boyda əməliyyat elitdir. Bəs hamı qəbərə cəmaatı ayağa qalxıb ki, bu nə burundu deyir. İşdən də oldu sosiallı. 100 manatdır, bahadır. Amma layıqlı kəsmir, sən incimir. Yo, incimirəm. İndiki burnun yaxşı. Vəsilə bacı. Burnun yaxşıydı da. İndiki burnun nə layıqdadır? Ay indi camışı götür oxşu, geçə. Xətrinə dəyməsin. Ay yox, niyə deyilin, yekə nabodadır. Pis burundan. Əvvəlki buruma nam nazi uzun. Əvvəlki buruma var, indiki burun nabodadır. Otanım cəmaatçıya çıxmadan. Bu nədir bu cəmaatlar bunu? İzzətmişsən. Düz deyir Allah haqqı yersin. Çoban burnu sifələr yaxşı idi. İndi nətər olursa qızın burnu enləri olub. Düzdür. Valla Vəsilə düzdür. Nabodadır, babbo boydur kəmbəcə. İndi yoxsa əvvəlki... Ucuzundan olmuş da ona görə. Əvvəlki. Ay Vəsilə. 3700'e olan burunlar çox sərqəli olur, qəşəng olur. Dik olur belə, bu üzü nazik olur. Bunun burnunun enli eləyiblər. Nətəsə inciməyə gözəl sən al. Yo, incimirəm. Demək ki, günə şişir hə? Qızın bunu niyə bu cünə qoydular? Başını çıxırıb, enlədiklər elə çox boy dedilər. De bak bu burnum var, babamı Vəsilə geçəldiblər. Yəni, Camışı götür oxşayır. elə cərdən yaxşı. De, buralar nabodadır, de. Elə bir əncək yağı söküblər ora. Hədə nabodadır. Malını yeri burnunu, nə sökürsən sən burnuna? Mən demişdim, mən bu burnumu belə kəs. Mən demişdim, deməmişdim axı. Abi, burnunu kəssən. Burnun